Azərbaycanın tanınmış futbolçusu bıçaqlanıb, özü dostunu qorumaq üçün özünü irəliyə verib. Kəpəzin futbolçusu Veysel Rızayevdən söhbət gedir. Həmin o Veysel Rızayevdən ki, ötən mövsümü də Turan Tovuzun heyətində keçirmişdi. Ümumiyyətlə, milli komandaya da kifayət qədər belə deyək də, namizədlərdən biri sayılırdı. Və Kəpəzin futbolçusu Veysel Rızayevin bıçaqlanmasının təfərrüatı bəlli olub. Yarım müdafiəçi dostunu qorumaq üçün özünü irəli verib. Belə ki, o, dostu və 2 xanımla birlikdə Gəncədəki restoranlardan birində əylənirmiş. Gecə təxminən 4 radələrində onlar xanımlarla birgə restoranı tərk ediblər. İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib, həmin şəxs Veyselin dostu ilə mübahisə elədikdən sonra ona bıçaq zərbəsi vurmağa çalışıb və Veysel Rızayevin dostunu qorumaq üçün özünü irəli verdiyi və bıçağın ona dəydiyi bildirilir. Nəticədə futbolçu ağır yaralanıb, amma rəsmi açıqlamaya görə həyati riski yoxdur. Maraqlıdır ki, Veyselin yanındakı dostu da Kəpəzin keçmiş futbolçusu Nihat Fərəci də hazırda o 2-ci liqada mübarizə aparan Şəki City klubunda çıxış edir. Və bax, bu da bizim əslində həm də futbolumuzun vəziyyətinin göstəricisidir ki, yəni sən idmançı adamsan, saat 4-də, bilmirəm, yəni başa düşürəm, anlayıram, gənc, o, bu, amma futbolçuların gecə həyatı bildiyiniz kimi onların, necə deyirlər, karyeralarına da bir çox hallarda son qoyur. Və yəqin ki, elə bu səbəbdəndir ki, Veysel Rızayev ötən mövsümü daha iddialı klub olan Turan Tovuzun heyətində keçirmişdi. Bu mövsümdə isə turnir cədvəlinin son 2-3 pillələrində qərarlaşan Kəpəzdə oynayır.